Artıq illərdir fəaliyyət göstərən Yüksəl Tibb Mərkəzi Siyəzən şəhərində yerləşən filialında 3 illik fəaliyyətinin il dönümünü qeyd etdi. Yüksəl Tibb Mərkəzi tam qanuni şəkildə illərdir fəaliyyət göstərir. Siyəzən şəhərində bu kimi kursların olması həm evdar xanımların, həm yeniyetmələrin, həm də gənclərin həyatında böyük rol oynayır. Həmçinin Yüksəl Tibb Mərkəzi fəaliyyətini genişləndirərək Siyəzən şəhərində yerləşən mərkəzdə informatika, kompüter kursları, abituriyent hazırlıqlarını təşkil etdi. Ələlxüsus xanımlara dəstək olan bu mərkəz hər kəsə bir sənət, bir peşə sahibi olmasına bir təkandır. Həftədə 2 dəfə olmaqla 6 aylıq kurs keçən tələbələr yüksək səviyyəli müəllimlər tərəfindən dərs alır. Hicama, zəli, akupunktura, tibb bacısı, modellər üzərində nəzəriyyə dərsləri, kompüter kursları və hazırlıq kursları keçir ki, bu da gələcəkdə bir çox mütəxəssislərin yetişməsinə zəmin yaradır. Yüksəl Tibb Mərkəzinin keçirdiyi seminarlar, təşkil etdiyi maarifləndirici tədbirlər də az deyil. Bu mərkəzin təhsilindən yararlanan hər kəs özündə bir öz güvən hissi duyacaq. Mərkəzimiz Nəcməddin müəllimin, təsisçimiz Nəcməddin müəllimin nəzarəti əsasında 2020-ci ildən fəaliyyət göstərir və bu il artıq 5 ilimiz inşallah ki olur. Siyəzən şəhərində artıq 3 ilə yaxındır biz fəaliyyət göstəririk və fəaliyyət göstərdiyimiz müddət ərzində də çalışdığımız qədər xanımlarımızın təhsilə cəlb edilməsi və onların maariflənməsi üçün əlimizdən gələn dəstəyi göstərməyə çalışırıq. Çox təəssüf ki, qanunsuz şəkildə hər əlinə bir telefon alır və müəyyən dövlət əsaslı qurumlara yaxınlaşırlar və çalışırlar ki, nəsə qara PR həyata keçirsinlər. Sadəcə mənim demək istədiyim bundan ibarətdir ki, çox istərdim ki, televiziyalarımız vasitəsilə və yaxud da müəyyən verilişlərlə insanlar maariflənsinlər. Xanımlarımız maariflənməlidirlər, təhsilə, peşəyə yönəlməlidirlər, övladları üçün daha yararlı, daha belə deyim, güclü ana portreti yaratmalıdırlar ki, səhərdə həmin mühitdə böyüyən övlad da həqiqətən də çox güclü övlad olur. Tək Azərbaycanda deyil, dünyanın hər yerində bu kimi kursların təşkili mövcuddur. Ancaq qeyd edək ki, Yüksəl öz gülərüz, səmimi, həmçinin savadlı komandası ilə daim seçilənlərdən və yüksəlişə doğru gedənlərdəndir. Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bugün informasiya proqramı üçün.